Uşaqlarda eşitmə problemləri bilirik ki, anadan gəlmə olmaqla yanaşı, bayaq qeyd elədiyimiz kimi, sonradan qazanılma kimi bir ehtimal varmı? Sonradan qazanılma kimi ehtimallar var. Bax, bir həftə bundan qabaq bizim bir pasiyent yaxınlaşmışdı, uşaq yaxınlaşmışdı. Deməli, 6-7 ay bundan qabaq ağacdan yıxılıb, hardasa bir 7-8 metr yüksəklikdən yıxılıb, başın arxa tərəfi, hansı ki, eşitmə mərkəzi dediyimiz o sinirlər zədələnibdir. Təbii ki, bunu daha gec anlayıblar. Anası daha çox gec anlayıbdır. Daha sonradan testə ehtiyac olub gətiriblər. Gördük ki, biz artıq onda eşitmə zəifliyi var və sonradan qazanılma eşitmə zəifliyi də olur. Qəza nəticəsində, xəsarət nəticəsində və yaxud güclü antibiotik nəticəsində vurulursa, uşağın məsəl üçün qızdırması qalxdı 40-41, 42, gentamisin və yaxud digər antibiotik istifadə düzgün onlar qadağan olunub, amma indi amma yenə də ehtiyat tədbirlərini almaq lazımdır. Ehtiyatlı olmaq lazımdır. Qəti şəkildə, yəni onunla antibiotiklərdən istifadə eləmək olmaz. Yəni o da eşitmə problemlərini gətirib çıxara bilər. Birbaşa eşitmə sinirinə, yəni insan orqanizmində ən zəif nöqtə eşitmə siniridir ki, birbaşa ora təsir göstərə bilir.